Salam aleykum değerli dostlar. Bugün size mezhepler hakkında bir şey demek istedim. Mezhebin özü e, insanlar din kimi götürürler ve hal-hazırda Müslüman alemi hem ehli şiye dedikleri hem ehli sünnet dedikleri bu her iki termin yanlıştır. Şiye anlayışı da yanlıştır, sünni anlayışı da yanlıştır. Kur'an-ı Kerim bizi sadece Müslüman olarak adlandırıb. Şiə məzhəbində də, Sünni məzhəbində də küllü miqdarda məzhəblər var. Ən məşhurları Sünnilərdəki məzhəblər Hənəfi, Həmbəli, Maliki, Şafii. Sünnilər deyirlər ki, 4 məzhəb də haqdır. Əgər kimsə Zaqatala, Balakən bölgəsində olanlar deyirlər, ən doğrusu Şafidir. 4 məzhəb də haqdır, ən doğrusu Şafidir. Sonra Türkiyə tərəfdə olanlar deyirlər, 4 məzhəb də haqdır, ən doğrusu Hənəfidir. Yəni bu nə anlayışdır bu? Şiələrdə Maturidi, Əşari və digər məzhəblər var. Dediyim kimi Allah Taala Qurani Kərimdə bizi sadəcə müsəlman adlandırıb. Bizim əməl eləyib getməyimiz, onu izləyəcəyimiz kitab sadəcə Qur'andır demişdir və məzhəblər haqqında Qur'an nə deyir? Bəqərə surəsində Əli İmran 100-105-ci ayələrində Allah Taala deyir ki, Allahın ipindən, ip deyiləndə o bildiyimiz kəndir deyil. Buradakı yolundan, Allahın haqq bildirdiyi Qur'andan, həmin kitabdan sarılın və bölünməyin, parçalanmayın, ayrılmayın. Bugün Müslüman aləmi buna riayət nə qədər eləyir, nə qədər parçalanmadan bir olub, əfsuslar olsun ki, hal-hazırda kəndlərdə belə həm məzhəb anlayışı fərqdir, bəziləri də adət və ənənələri dinləşdiriblər. Deyirlər ki, adət ənənəsiz din olmaz. Bəzi cahillər bunu dinə əlavə eləyiblər. Bəziləri məzhəbləri din kimi tanıdırlar. Din deyiləndə məzhəblərin dediyi anlayışları önə sürürlər. Məzhəb bir fikirdir, bir yorumdur. Din deyildir. İslamda məzhəbi dinləşdirmək doğru deyildir. Bir insan əgər məzhəbi dinləşdirib bir insana əgər onun söylədiklərinin dalınca getməyə qalxışsa, çalışsa, o Qur'andan qopular, Qur'andan ayrılar və o özü sanar ki, doğru yoldayam. Amma ki, Qur'anın Allahın bildirdiyi "Va'tasimu bihablillahi cemi'an ve la tefarraqu" Allahın yolundan, ipindən hamılıqla birlikdə yapışın və ayrılmayın, bölünməyin, parçalanmayın. Buna riayət etməmiş olur insan. Allah bizi müsəlman adlandırıb, ən şərəfli ad da müsəlman, Allaha iman edən, mömin, Allahın qulu, Allaha iman eləyən, tövhid üzərində yaşayan, bunun qədər şərəfli başqa bir ad olarmı? Yox, mən şiəyəm, yox, mən sünniyəm, bu maturidi, odur, budur. Onların fikirləridir onlar. Maturidi öz fikrini bildirib. Sən bugün maturidi məzhəbi deyə onu dalınca getmək məcburiyyətində deyirsən, o fikrini bildirib, onun fikrini oxu, bax nə deyir. Ancaq onun kimi davranma. Qur'anda Allahın bildirdiyi kimi davran. Şafi nə deyibsə, Şafi məzhəbləşdirməyib özünün fikirləri. Bugün isə Şafilik məzhəbi deyə ortalıqdadır. Kimsən? Müsəlmanam. Hansı məzhəb və təriqət və hansı icmanın adamısan? Bu nədir bu? Bu parçalanmalar, bu ayrılmalar, bu yanlış anlaşılmalar nə üçündür bu? Niyə lazımdır? Sadəcə Allahın adlandırdığı müsəlman ad kimə kifayət eləmir? Din, Allah Taala deyir, hər kəsə Allah kifayət eləyər. Hər kəsə Allah yetər.
Yəni Allahdan başqa hansı bir qüvvə, güc, kömək, yardım, elm, gediləsi yol, ağıl, fikir, düşüncə nəyi axtarırsınız? Nəyin çabanın peşindəsiniz? Nədir? Dərdiniz nədir? Allah bizi müsəlman adlandırıbsa, bunun daha yorumlayıb, parçalanıb da başqa yollara ayrılmağın mənası nədir? Niyə bir olub birlik ola bilmirik? Dünyada nə qədər müsəlman ölkələr var? Hamı bir-birinə düşmən. Düşmən deməyək, düşmən kimi olur. Mən özüm Paşan kəndindənəm. Paşan kəndində qruppa var idi. Mən öz fikrimi deyəndə Allahın ayələri bildirdim və insanlar arasında çaxnaşma baş verdi. Paşan kənd sakinlərinin bir çoxu dedi ki, bu bizim dindən deyil. Həmçinin başqa bir yer olsun, Zaqatala olsun, Omsk olsun, bəzi yerlərdə deyir ki, Mahmud bu bizim dinindən deyil. Əlbəttə mən sizin dininizdən deyiləm. Mən Allahın dinini yaşayıram. O sizin din dediyiniz xurafatlardan mən çıxmışam. Mən Allahın dinini yaşayıram. Və nə məzhəbə, nə təriqətə, nə heç bir insanın fikrinə ehtiyacı mən özümdə hiss eləmirəm. Mən ehtiyac da hiss eləmirəm o insanların fikirlərinə. Quranda Allah kimə kifayət eləməz deyir. Mən bunu oxumuşam və mənə Allah kifayət eləyər. Allahın söylədiyi və bildirdiyi hər bir şey mənə bəs eləyər. Niyə bəs eləməsin? Nə üçün bu çabalar, nə üçün bu ayrılmalar? Mən bu məzhəb eləyirəm, mən buğdadan zəkat vermirəm, mən puldan verməliyəm. Birisi deyir, puldan zəkat olmaz, buğda verməlidir. Birisi deyir, dəstəmazlı ikən qadına toxunsan dəstəmaz pozular. Bu nağıllardır. Bu nədir? Bu insan bir düşünər, hələ neçə illərdir, hələ insanlar namazın və dəstəmazın içərisindən çıxa bilmir. Quranda 2 sətirlik namaz və dəstəmazın söhbəti günümüzdə cild kitablar yazır. Niyə bunları çətinləşdirirsiniz? Niyə bunları Şafi deyir, bunu əlini belə yox, Hənəfi deyir, bunu belə yox, belə məhz et, üstündən çək, yuxarıdan aşağı, aşağıdan yuxarı. Bu nağıllardır. Onlar öz fikirlərini bildiriblər və fikirlərini bildirdiklərinə görə onların fikirləri din deyildir. Və din olmadığına görə din sadəcə Allahındır. Allah nə deyirsə biz onu etmək məcburiyyətindəyik. Və Allahın dediyi əmrləri biz eləsək, biz doğru yoldayıq. Yoxsa məzhəb peşində düşüb də onlar kimi davrananlar Allah Teala deyir, kim bölgülük eləsə, bölgülük bugünkü məzhəb, təriqət, firqələr, bölgülük edəcək. Sən əsla onlardan deyilsən. Peyğəmbərlərə Allah Teala deyir, əgər kim bölgüçülük eləsə, sən əsla onlardan deyilsən. Peyğəmbərin dövründə hansı məzhəbi peyğəmbərin olub? Ondan əvvəl kimin, Adəm peyğəmbərin məzhəbi mi olub? Bəlkə də günümüzdəki kimi xurafat danışan, uzun saqqallı, başında təkkə, əlində təsbih, təsbih fırladanlar, əgər onlar əlbəttə o dövrdə də olublar. Özlərinin dini üniformasını geyinir, güya dinin üniforması var. Dinin üniforması insanlıqdır, adam olmaqdır. Libası yoxdur dinin. Sən nə libasda olsan, əgər o libasın içində insanlığın yoxsa, səndən nə din adamı olar. Sən o libası geyib insanların gözünü aldada bilərsən. Ancaq içindəki Allah bilir. Nə danışdığındır, nə etdiyindir. Buraxın bu libası, bıyığı, saqqalı, sarığı, təsbihi, əsayı. İnsan olmağa baxaq.
birlik olmağa baxaq, bir olmağa baxaq, insan olmağa baxaq, adam kimi adam olmağa baxaq, insanlara yardım, dəstək eləyən, fayda verən insan olmağa baxaq. Parçalanıb, bölünüb, dağılıb, bir-birinə düşmən olmayaq. Bir olaq, birlik olaq. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu.